Kim? 9-cu suala baxırıq. 9. İlk 20 dənədən suallarınızı yazın. Bizə deyir ki, diapazonun aid olduğunu, diaqram hansı diapazona aiddir? Diaqramın bir dənə qiymətlərinə baxın, gənclər. Hardasa bu 400 neçədir? Bilmirəm, amma 400 pilosdur da, düzdür. 500-dən 6-dır. Bu 500 pilosdur. Bu 700-800 arasındadır. Bu da deməli 200, 200 hətta deyək 50-dən yuxarı bir şeydir. Bəli. İndi bura baxırıq, bura baxırıq. Baxaq görək. Birinci bununla başlayırdı. Birinci qiymətimiz 400-dən yuxarı olmalıdır. 400-dən yuxarı olmalıdır. Deməli, neçədən də aşağı olmalıdır? 500-dən də aşağı olmalıdır. Baxaq görək bu aralığı hansı ödəyir. Və yuxarıdan aşağıya gələnlərin heç biri ödəmir. Məncə ödəmir, düzdürmü? Üzü bu tərəfə baxsaq, məsələn 450 götürə bilərik, götürə bilərik. İkincisini 550 götürə bilərik, hətta 540, 50 deyil tam, götürə bilərik. 750 götürə bilərik, götürə bilərik. Bunu da bayaq dedik ki, 250-dən yuxarı 270 gördünüz. Tam olaraq bu aralığı əhatə edir. Bu aralıqda hansı aralıqdır? B4, Y4. B4, Y4. Haradadır? C variantı. 5-ci suala da baxın. Hə. Yenə burada da eyni qayda deyir ki, diaqram hansı aralığı yəqin ki, əhatə edir? Bəli, qurulma sahəsini müəyyən edin. Qiymət mən burada görə bilmirəm, çünki görmək olmur. Bura nə yazılıb? Mən sıfırdan başlayıb 50 vaydar tartacağız. 50, 100, Bəli, 150. 150-ni biraz keçib, çox cüzi keçib amma. Diqqət etsiniz, çox az. 60 deyək. Hə. Bura 200, 250. 250-yə çatmayıb, amma 200-ün də üstündədir, düzdür? Bəli. Bura neçədir? Bu neçədir? 250-yə çatmayıb. Aha. Bu da neçədir? Bu da 100 heç 50-yə çatmayıb, düzdür? Bəli. İndi baxıram. İlk qiymətimizə baxırıq. İlk qiymətimiz dedik təxmini nədir? 150-dən biraz. Biraz çoxdur. Bu ilk qiymət bu ola bilməz. Bu ola bilməz, bu ola. Amma 160 ola bilər də, düzdür? Bəli. Üz aşağıya baxıram. 240 ola bilər digəri. 250-yə çatmayıb, düzdür, ola bilər. 340 ola bilər, o birisi ola bilər. 300-dən yuxarıdadır. Aşağısı 120. Bəli, çünki biz bayaq dedik ki, 150-yə çatmayıb. İndi burada qiymətləri görə bilmirik, amma kitabınızda açıq-aydın verilir. Sonra 13-ə baxıram. Bax, uşaqlar, burada bizə düsturu verib ki, y bərabərdir, x kvadratı üstəgəlsin k-nı hesablı. K-nın qiyməti yalnız B1-də verilir. Deməli, mən bu B1-i nə etməliyəm? Dəyişməliyik. Dəyişməz eləməliyəm, bəli. Dollar aradım ki, bu köçülmə zamanı dəyişməsin. Mütləq xana oldu artıq bu. Y bərabərdir. Burada artıq düsturu yazıb qiyməti al. X-in qiyməti budur. X-in qiyməti hardadır? A4. A4. Və hər dəfə kvadratı yazacaqlarda görürəm kvadrat yoxdur. Kvadratın əvəzinə nə yazacağım? A4 vurulsun A4. Burada A4-ün dəyişməz etməyimə ehtiyac yoxdur. Maksimum etsəm cavablarda olsa, hərfi maksimum şey deyə bilərəm mən burada. Yəni, stabil saxlaya bilərəm ki, bu tərəfdə qiymət alsın. Onsuz hərf üzü aşağı düşür də. Yəni, bu stabil saxlasam da hərf zaten dəyişmir ki, sütun dəyişmir. Rəqəmlərdə bir vahid artır, düzdür. Cavabda hansı olacaq? B variantı. Sonra 18-19. 20-yə qədər kimi sualı varsa versin. 18-ə baxın. Ay uşaqlar, bir dənə bu faizləri deyin mənə. Yəqin belə bir şeydir. Faizlər nədir? Mənim kitabda da tam görünmür. Bu 32-dir deyəsən.
37, 26'dır deyəsən. 26 bu nədir? Mən də elə götürmüşdüm. O birisi də 42. 42. Tamam. İndi bura baxırıq ki, bu faizlərə uyğun gələnlər hansılardır? Cavab məncə Y2, Y4-dür. Ümumiyyətlə bu tip sualları belə baxanda da təxmini bilə bilirsiniz ki, birinci ədəd böyükdür, ortancı ədəd kiçik olmalıdır, üçüncü ədəd daha böyükdür. Məntiq yürüdürük də indi şeydir. Məsələn, bu ola bilməz. İkinci ədəd böyükdür, birinci yox. Bax, bu kiçikdir. Birinci ədəd kiçik deyil. Birinci ədəd ən böyük ədəd olmalıdır. İkinci ortada olmalıdır bu. Hardasa bu. Sonra bu da ola bilməz. Çünki 26% 32%-dən daha kiçikdir. Bunun da ödənmə halı yoxdur. Cavab 7-dir, yəni elə baxıram. 33, 20, 25-i toplayanda nə verir bizə? 88. 88. Ayşə, ümumiyyətlə, yəni tapa bilməsək deyən deyirəm. 88 özü maksimum nəticə. Özü 100%-də yerləşir. Və o zaman fikirləşirəm. 78 edir. Həcan? 78 edir. 188. 78 edir. 78, hə. 78. Hə, 78 özü deyirəm 100%-dədirsə, mən bilmirəm ədədim nədir, amma bilirəm ki 42%-də yerləşir. Yəni oxuduğumuz qədərindən 42%. X bərabərdir. 78-i vururam. Nə oldu buna? 42-yə bölürəm 100-ə. Baxaq görək bu ədəd, yəni bizim aldığımız ədəd təxmini neçə olacaq? 32.76. 32.76. Məncə siz burada 32-dir, 42 deyil. Evet, faizləri bir dənə toplayın. 100 eləyir. Hə, 42-dir. Amma bunda mənə şey verdi axı, 32.76. Bunu şeyə uyğun qurmayıblar. 42%. Sonra 78-də 100% isə 100%. X-də 32%. 32% axtaranda görün nə verəcək bizə. 78-i vurduz 32-yə, böldüz nəyə? 100-ə. Bu da 24.96. Ödəmir ki, heç bu. Qoy görüm onda 20. Bəlkə qarışıq götürüb də. Neysə. Bizim bir də C variantımız qalmış da, düzdür? Bəli. Gəlin bir dənə bunu da baxaq. 6, 2, bir də neçə idi qiymətimiz? 5 idi, 13. Yuvarlaşdırmaq olar, hə, Nasir, aşağı yuxarı, bəli. 13 özü 100%-də yerləşirsə, 42%-də nə qədərdir? Mənim düz gəlir də. Birinci Hə. 42-dirsə, 42%-də 33 olur da yuvarlaqlaşdırsaq. Bəli. X-də buranı deyirsən düz gəlir. Bura 30 deməzsə 42 dediniz. Faizin. Yox, mənim orada 42% var idi. Hə. 42% orada Y2-yə uyğun gəlir də, 33 olunur. Burada Bəli, Y2-yə uyğun gəlir. neçə alınmışdı? 33 alınmışdı da mənim. Hə. Hə, 32,76. Düzdür, də ödəyir, hə. Qiymətə baxırıq. Yuvarlaşdırmaq olar, 33 alınır. 32%-də neçə alınacaq? Qoy bir dənə onu da hesablayaq. Görüm onda neçə alınırdı. 78 vurulsun 32, bölünsün 100. 24,96. Onda 25 götürürük də. Hə, hə, всё. Elə oldu, hansıları alır? Bax bu. Y2-yə. 7, 7, hətta ikisini də hesabladıq. Alınırsa o birisinə baxmırıq. Yaxşı. Sonra Bəli. 17 var. Bunların da qiymətlərini yenə toplayırıq. Eyni qaydadadır. Bax, B1, B3-ü toplayırıq. B1-dən B3-ə qədər toplayana nə verəcək sizə? 130. 130. A3, C3 arasında minimum qiymət A3, C3 45. 45. Maksimum B1, B3 arasında maksimum 60-dır. 60. Ay uşaqlar, bu 45 ilə 60 toplayanda 50% eləmir zaten. Düzdür. B variantı ona görə getdi. Bəli. Başqa var idi, 50% yox. İndi heç nə, bir dənəsini tapıram, opşu hamısını toplayıram, yenə 100%-ə bərabər edirəm. Birini tapsam, digərlərinə ehtiyac yoxdur da, bayaq kimi eləməyək. Opşu cəmi 235-dir.
235 özü 100%-də yerləşir, düzdür? O zaman deyirəm ki, 130-a necə faiz lazımdır? Düzdür? 130-u vururam Bəli. 100-ə, bölürük nəyə? 235-ə. Düşür 55. Baxın, 55 tam 31 düşür, nəysə. Baxın, görün, 55-56 olan var. Mən bunları görə bilmirəm, ona görə sizdən soruşuram. Hansı variantı? İşte bu C variantında deyəsən 55, Evet, 54, 55. Evet. Evet, varsa onu C variantı. Daha birini tapdığımda zaten sağdan sola doğru getmir bu diaqramda. Yəni birinci D, birin qiyməti D Bəli. üçün D üçün. Daha birini tapdımsa da digərlərini eləmir. Cavab elə C variantıdır. Gəlirəm, qoyun hələ. 19-20 var idi. Ay uşaqlar, burada cavab səhv çıxıb. Düsturu bilirsiniz də. Düstur nədir? Bu arada kompüterə nəsə olur. Hə, cavab adı. Zəhra. B verilmişdi cavabı. Ona Hə. görə sual şartı yazmışdım. Çünki Mən A yazmışam. Həm də düzgün Hə. variant. Düstur nədir? X2 çıxılsın X1, düzdür? Üstə gəlinsin kvadratı. Y2 çıxılsın Y1 kvadratı. Amma bir də bunlar nədədir? Köçartdadır, düzdür? Köçən. Həmçinin X2-nin də qiyməti bizə B2 olaraq verilir. B2-dən çıxacam B1-i. Kvadrat olmadığına görə bunları bir-birinə vuracam. Arada toplama işarəsi. Y2, D2-dən çıxacam S2-ni. Təzən yenə kvadrata görə bunları bir-birinə vuracam. A variant. 20-yə baxaq. Deyir ki, A3, C3 diapazonun qiymətlərini doğru göstərilmişdir. A3, 12, 8, 6. 12-ni keçib bu. A variantı deyil. Birinci 12 olmalıdır. İkinci 8 olmalıdır. Üçüncü neçə olmalıdır? 6 olmalıdır. B variantına bax. Burada elə 5 dəqiq bilinir ki, bu 5-dir də. Bizdə nə olmalıdır? 12, 8, 5. Belə 5 12 5 B variant. D? B. B-dir, B-dir elə. Hə, 5 imiş. Elə biləm 6-dır. 12, 8, 5. Elə burada görsənir. Bu da elə təxmini oradadır. Ondan sonra tam 11-dir. Elə cavab olacaq B variantı. Aycan? A variantı deyil. Yox, 12-ni keçib burada. Bax, Mən B yazmışdım, A çıxıb ona görə. A variantı çıxmaz. Bax, görsən 12-ni keçib 13. Hə, onda düzdür məndə. 25-ə baxıram, siz də 30-a qədər suallarınızı yazırsınız. Aşağılar, görək bizə nə deyir? B2 vurulsun S2. B2 var bizdə. X-dir. Olacaq nə? B3-ün qiyməti olacaq. S2 necədir? 8. 8x. Sonra C3 axtarırıq. S2 vurulsun D2. 8-i vurdu 4-ə. Neçə elədi? 32. Üstünə də S2 gəldi. 40. 40. D3-ü də hesablayıram. D3-ü də hesablayıram. B2-ni D2-yə vurdu. B2 nədir bizdə? X-dir. 4x. Bir dənə də 2-yə vurdu. Neçə elədi? 8x. Burada C-ləri deyim mənə. Faizləri. 40%, 37%, 23%. 23. Hə. Burada mən artıq bunu faizlə tapsam elə bilirəm daha yaxşı olar. Yəni hal-hazırda. Yuxarıdakı olmalıdır. Hə, tamam. 23 də boz olan. 37-dir. Hə. 37. Bu onda 20 neçə oldu? 23. Neçə? Deməli B3-ün qiyməti neçə faizdir? 8x-dir. 40%, düzdür?
Bu cür gəlir də. Bu B3-dür, bu C3-dür, bu D3-dür. Yəni 40 olan açıq rəngdə variabl ordadır. Sağdan sola deyin də uşaqlar. Siz niyə fərqli deyirsiniz? Tərəfdədir mənim 40 sol tərəfdədir. Bizim diaqramımız bu cür istiqamətdə hərəkət edir. Sən birinci B3-ün faizini deyin. Deyin görüm. B3-ün faizini deyin. Bura düşəni. Bax, əlim hardadır soruda. 40, 20, 20. 40, 20, 40. Bu cür. Aile. Bəli, müəllim, məndə kitabda deyə aydın görsənir. Həla. Aşağılar sizə kitab deyil. Müəllim, məndə də kitabdır, amma bombozdur, yəni görsənmir, qaranlıqdır. Niyə o kitab elədir? Mənim də kitabım. Heç nə, aynen. Onda yəqin səndə onda yəqin rayonlara şey eləyiblər. Orijinal satmırlar. Bilmirəm. Aynen. Məndə də qaradır elə. Yox, bu gün mən dərsdə keçmişəm. Uşaqların hamısının kitabı gülçümü idi. Heç kimdə belə bir problem yox idi. Yəni qara deyildi. Şeydən çıxar. Mən özləyəm ki, təzə kitabdır, təzə nəşrdir. Bilmirəm niyə elədi. Heç nə, aynen. Onda sən bizə kömək eləyərsən. 40, 20, 40. Çünki burada bu gün heç bir uşaqda problem olmuyor. 2 gündür 4 qrupa girmişəm, yəni. Onların heç birinin kitabında belə bir problem yox. 40, 20, 40. 8x də 40-dır. C3-ü də 40 tapmışıq da biz. Hə. 40-da neçə faizdir? 20 faizdir. Bunlar da özü ixtisar gedir, aşağılar. Bura 1 qalır, burada 2 qalır da. 8x bərabərdir nəyə? 80-ə. X bərabərdir 10. Bunu belə də yaza bilərdik. Bir də bir şey yaza bilərdik. Hə, bunlar deyəcəkdim bərabərləşdirək, onda da elə şey alınacaqdı, bir şey alınmayacaqdı. Elə ən yaxşısı faiz. X oldu. Çıxa bilərəm burada. Bəli. 21-ə baxım, qayıdım. 21 var arxada. Baxaq, bura 10 faizdir. 10, 50, 40-dır. 50, 40. Bura 50-dir də yəqin, hə? Bəli. Bu tərəfdə 40-dır. Təxmini belə. İndi keçid edirəm, bura baxıram. B2 üstə gəlinsin. Daha doğrusu C2 üstə gəlinsin, B2 vurulsun 3. 30, 30-un üstünə 20 gəlin neçə eləyəcək? 50. B3-ün qiyməti 50-dir. C3-ün qiymətini axtarıram. Bir də ki, D3-ün qiymətini axtarıram. C2-ni bölüb 2-yə, bura düşəcək 10. Elə hərəsini şey gedəcək, yəqin burada 40 olacaq. D2-ni bölüb 2-yə, 5, 5-i də vurub B2-yə. D2 neçədir bizdə? D2, Biz necə 50 tapdıq? Nəyi? D350-ni necə tapdıq? Mən burada 3-ə vurmaq lazımdır. 20 üstünə 10 gəlib 3-ə vurmaq. C2-nin qiyməti 20-dir. B2-nin qiyməti 10-dur. Vurub 3-ə. Vurmayı birinci yerinə yetirməyib balıq. Ümumiyyətdə sıxı bilməliyim. Hə, sonra buranı axtaranda D2 bizdə x-dir. X-i bölür 2-yə. Vururuq ona 5x. Vururuq 10-a. Bu da bizə verir 5x. Biz zaten x-i axtarırıq da, düzdür? Hə. Bir eləyə bilərik də. X-in toplayıb 50%-ə bərabər eləyə bilərik də. Faizlə bu dəfə göstərməyək. Faizini də tapa bilərsiniz bir rahatlıqla. Hər ikisinə baxın. Bu ikisinin cəmi bizə 50% eləmir. Biz də bilirik ki, sağdan sola doğru gedir də. Bura B3-dür. Bura C3-dür. Burada D3-dür. Yəni bu standart qayda olaraq qalır. İndi B3-ün qiyməti 50-dir. Yazıram 5x üstə gəlinsin 10 bərabərdir 50. 5x bərabərdir 40-a, x bərabərdir 8-ə. Düzdür? Və bunu belə eləyirik. Ya da ki,
Faizlə də yaza bilərsiniz, heç bir problem yoxdur. Yazarıq ki, 50-yə 50% gedir, düzdür? 5x-də neçə faiz gedir? Bu nədir mən? 5x-də 40% gedir də, düzdür? C3-ün qiyməti 40 idi, 40%. Bunlar da buradan elə öz-özlərinə ixtisar aparsa, belə eləyin. 5 dəfə 4-ün, 5 dəfə 5-in neçə edir? 25x bərabərdir. 5-də 4-ə vuranda 200. X bərabərdir yenə 8. Yəni, hər iki təqdirdə o qiyməti alırsınız. Yəni, ya faizləri bərabərləşdirirsiniz. Eyni faizlərləri də bir-birinə bərabər eləyə bilərsin. Ya da 2 dənə faiz, 3-cü faiz verirsə, ikisini toplayırsan, 3-cü faizə bərabər eləyirsən. Ya da ki, aldığın qiymətləri elə birbaşa faizlə göstərirsən. Sonra bir dəqiqə, bu 21 idi. 29 var heç. 24, 26, 24'e bak. Biraz sürətlənək. D2 2'dir. Vurur D2'yə, X-ə. Üstünə gəlir 2. Deməli, bizim B3'ümüzün qiyməti nədir? 2x plus 2. Sonra C3'ü axtarıram. D2'ni vurur C2'yə. D2, 5x. 5x. Sonra D3'ü axtarıram. B2'ni vurur C2'yə. B2'ni C2'yə. 10. Yox, burada bir dənə faizləri deyim mənə. 25, 50, 25. 25, burada oldu 50. Nasıl? Şu, 50% zaten hara gedir? Bax, deməli, B3 budur, C3 budur, D3 də budur. Mən bu ikisinin 2 dənə 25% bir-birinə çox rahatlıqla bərabərləşdirə bilərəm deyin. 2x üstə gəlsin 2 bərabərdir 10 yazıram. 2x bərabərdir 8-ə, x bərabərdir 4-ə. Cavabımız 4. Ya belə yazırsınız, dediyim kimi. Ya da ki, bu cür də yaza bilərdiniz. 2 dənə 25% toplayıb, 2x üstə gəlinsin, 2 üstə gəlinsin, deməli, 25%-imiz nədir? 10 bərabərdir 5x-ə. Buradan yola çıxa bilərsiniz. Nə salınır buradan? 3x plus 12 beraber Hə. 5x alınır. 3x de 12'ye beraber. 3x bərabərdir 12, x bərabərdir 4. Və yaxud da ki, yazardın 2x üstə gəlsin 2, 25%-dirsə, 5x də şeydir, nədir? 50%-dir. Buradan da yola çıxa bilərsin, fərq yoxdur. Deyim, burada da yenə 4 alacaqsın da böyütüm. (26'ya baxma ailənin sualına. Hə. Deyir ki, Y5 xanasına hansı tam ədəd yazılmalıdır? Buradan söhbət gedir də, düzdür. 90, 90, burada nədir? X-dir. Bu aralığı göstərib də bizdə, düzdür. Ben 36, 36, bu neçə faizdir? 28. 28%. Heç nə. Yazıram 90-da neçə faizdir? 36%-dirsə, X-də 28. də 28%-dir. X bərabər eləyəcək 70. (29'a baxırıq. C1 üstə gəlsin A1. C1-in A1 topladı. Elədi 6. 6-nı 2-yə böldü 3. A2-nin qiyməti oldu 3. Ay uşaqlar, zaten bu A2 burada 350% əhatə edib də, yazılmasa belə. Bu da bölünübsə, bunların deməli hamısı 1, 1, 1'dir. Amma yenə də baxaq. C1-dən çıxıb D1-i. B2-nin qiymətini alıb nə? 1. Elə burada 1 alanda bildik ki, bunlar o birlər də 1'dir. Sonra C3'də A1'dən çıxıb D1'in. A1'dən D1. Yenə 1. Yine 1. D3'də B1'i bölüb 2-yə. 0,3. Yenə də 1. Şimdi bizdə nəyi soruşur bu? B1'e ne yazılmalı? Hə, B1-ə nə yazılmalıdır ki, bu şey olsun. Heç nə. Elə eləməliyəm ki, deməli, B1-i harada götürüb burada?
Hə, burada göstəribdə. Nəyi 2-yə böləndə Evet. biz 1 alırıq? 2-ni x İki. 2 olmur da 2-ni 2-yə böləndə biz 1 alırıq. Deyir, çox onsuz bunlara baxıb 1 yazmışdım. Heç nə 25, bu da 25-dir, 50-dir. B1-dən çıxıb A1-i. A2 bərabərdir. X çıxılsın 2, bölünsün nəyə? 2-yə. B1-dən çıxıb C1-in. Bu arada B1 çıxılsın 2-dir, bu X çıxılsın 2-dir C1. Hı. B2 bərabərdir, B2 bərabərdir. X çıxılsın 2, daha doğrusu X çıxılsın, X çıxılsın 2. Burada da qalacaq ancaq nə? İki. 2. Sonra S2 bərabərdir. Əslində heç bunun digərlərinə ehtiyac yoxdur, amma yenə də S2 bərabərdir. B2 üstə gəlsin A1. B2-nin qiyməti nədir? 2. Bu da eləyəcək neçə? 4. Dört. Heç nə ay millət. Elə deməli, həqiqətən bunun da qiyməti, faizlər eynidirsə, bu şeyin də A2-nin də qiyməti nəyə bərabərdir? Beraber. 2-yə bərabərdir, düzdür? Dört. Heç o da olmasa, bax buradan 2-yə tapmasaq da eyni faizləri birləşdirə bilirdik axı. X çıxılsın 2 bərabərdir 4, X bərabərdir 6. Belə də yaza bilərsiniz. Və yaxud da ki, bayaq dediyim kimi A-nın da qiyməti burada. Bu 2-dirsə, A-nın da avtomatik qiyməti 2 olacaq. Eyni tənliyə gəlir, çıxır. Və yaxud da nə yaza bilərsiniz? X-i toplayıb C2-yə bərabər eləyə bilərsiniz. Yəni, X çıxılsın 2, bölünsün 2, üstə gəlsin 2 bərabərdir 4. Bu daha belə şey gedəcək. 50%-ə bərabər eləyə bilərsiniz. Ən sonda da faizlə də yaza bilərsiniz. X çıxılsın 2, bölünsün 2-də 25% isə 2-də də, daha doğrusu 4-də də 50%. Belə də gedə bilərsiniz. 32, 33, 35. Buyur. A2-nin qiyməti olacaq. X üstə gəlsin 2. B2 bərabərdir. B1 İki. 2x üstə gəlsin 4. C2 bərabərdir. 8x-dir də bu da. 2-ni 4-ə vuranda 8. 8x çıxılsın neçə? 8. Faizləri verilib şükür Allaha. Ya 40 faizləri bir-birinə bərabər eləyəcəm. Yəni İki. ay sağ 2x üstə gəlsin 4 bərabər 8x çıxılsın 8. Bu da bu tərəfə keçən neçə verəcək? 6x bərabərdir. İkiye. X de iki. X bərabərdir 2. Ya da faizinə də eyni şeyi dəfələrlə yazmıram. Adətən bərabərləşdirəndə daha rahat olur da bir də nəysə vurub çıxmaqdansa. 33-ə baxırıq. Bizdən A2 xanasından dilinə yazmaq lazım. Buranı axtarır. B1 çıxılsın, B1-i C1-ə bölüb. B2 bərabərdir. B1 hanı? 2. 6-nı 3-ə böldü 2. C2 2 bərabər C1-i D1-ə vurub. 3 2-yə vurdu. 6. D2 bərabərdir. A1-dən D1-ə çıxıb. İki. Ay uşaqlar, bunu zaten burada şey eləməyiblər də. Buralar deməli 2 olub ki, bu neçədir? 6-dır da, düzdür. Bu tam 50%-dir. Bu isə bölünüb. İndi biz A2-nin qiyməti də nə olacaq? İkiye beraber. 2-yə bərabər olmalıdır. X bərabərdir 2, qurtardı 7. Demir ki, məndən düz durur. Sadəcə qiymətini soruşur 2. Düzdür? Ben. Hı -hı. Bunu X götürürəm, ay uşaqlar. Bunu da Y götürürəm. 2 dənə məchulum var. A2 bərabərdir nəyə?
4 Y. 4y. B2 bərabərdir. B1-dən çıxır C1. Sonra X Y. çıxılsın y. S2 bərabərdir. A1. A1 nədir bizdə? 4. 4 üstə gəlsin B2. B2-nin qiyməti nədir? X çıxılsın y. Bilirik ki, avtomatik bunlar 25%-dir, bunlar 50-dir. 2 dənə 25%-i bir-birinə də bərabərləşdirə bilər. Yox, burada alınmırdı deyəsən. Hə, burada o alınmırdı. 2 dənə 25% toplayıb, hə? Cəmi şəklində yaza bilərik. Hə. A2 ilə. 2 dənə şeyi 25-i toplayıb bərabər eləyəcəm C2-yə. Eləyək. 4y üstə gəlsin, x çıxılsın y bərabərdir. 4 üstə gəlsin, x çıxılsın y. Düzdürmü? X, y gedir burada. 3y bərabərdir nəyə? Çıxdı meyci. Hə, alınmır. Peki. Niyə alınmadı? Nəysə səhv elədik burada. Bu cür alınmırdı deyəsən heç, hə? 4 Y 4'e bərabərdir. Oradan da Hətta y-lər çıxır, 4y 4-ə bərabər olur. Mən niyə bunu şey elədim, 3y elədim? Bunlar gedir də zaten, düz deyil. 4y bərabərdir 4-ə. Y onda nə olacaq? 1 olacaq, 1 olacaq. İndi gətirib burada yerinə qoyuram. Məndən şeyin, x-in qiyməti soruşur, düzdür? B2-də gətirib yerinə qoyaq da, düzdürmü? bərabərləşsəydi X 5 Y bərabər olur. Hə. Faizlər bərabərləşsin. Onun heç faizə ehtiyac yoxdur. Burada yerinə qoyanda da elə alınacaq da. 4 vurulsun 1 bərabərdir nəyə? Hani bu x-in qiyməti? X harda işlətmişəm bir dəqiqə B2-də. Hə. Neysə itirdim bir dəqiqə, bir dəqiqə. Mən burada nə itirmişəm? Y-i bir tapmışıq. A2 bərabərdir B2-yə. 4 vurulsun 1 bərabərdir. X çıxılsın nəyə? 1-ə. X də bərabər oldu 5-ə. Bəli, bəli, nəymiş? Düz demişəm, bərabərləşdirsək. Sonra 30, 7, 38. D1 çıxılsın A1. 6-dan çıxır 1-in. A2-nin qiymətini yazır. 5. B2-nin qiymətini yazırım. S1 çıxılsın A1. 2. S2-nin qiymətini yazıram. Biz zaten A2 D2 aralığını D2 xanasına yazmaq olar ki. Hə, buradan necə tapırıq? Bu arada bunu özümüzdən yığırıq. Ha, bu da sıra verdi gəlmir. S2 bərabərdir. A1 bu üstə gəlməlidir də yəqin. S1, A1 ilə S1-i topladıq 4. 2-yə vurduq neçə elədi? 8. Ay millət, bura ən böyük onda 8 olacaq. Bu balaca 2 olacaq. Bura 5 isə burada 5 olacaq. Deməli, D2-nin qiyməti 5 olacaq. Cavablara baxıram ki, mənə bu cavablardan hansıları 5 qiymətini verir? 2 ilə 4. 2 ilə 4. S2-dən S1-i çıxanda, S2-dən. S2 neçədir bizdə? 8. 8-dən 3-ün çıxanda 5 qalır. Əla. 4-ə baxın. D1-dən A1-i çıxanda. D1 6-dır. 6-da 1-in çıxanda 5 qalır. Bəli, o da doğrudur. Prosto mən bunu zaretkiyə taxamıyorum. Hə, bir də dedik nə oldu? Altdan 1 çıxdıq. D1 çıxılsın, A1, D1. 4, 2 və 4. 38-ə baxın.
Bizə deyir ki, A2, D2 diapazonuna uyğun qiymətlərə verilib. Nəysə, eyni şeydir burada da. A2-ni axtarırıq ay uşaqlar. A1 çıxılsın B1, 2. 2. B2-ni axtarıram. C1 çıxılsın D1. Əslində bunlar rahat suallardır. Bu da 2 elədir. Sonra C2-ni axtarıram. B1 çıxılsın 1. Bu olacaq 1. Düzdür? Deməli, bunlar 2, 2-dir. Bu da nədir? 1-dir də. Bizə daha belə böyük ədəd lazımdır. Hardasa 3-dür də burada. Çünki bu tərəf 4-dürsə, bura 1-dirsə, bura nə qalacaq? 3 qalacaq. Hə, cavablara baxıram ki, bunlardan hansı 3 verəcək? A1-dən 2 çıxanda 7. A1, ay sağ ol. 4-dən 1 çıxanda 3 verdi. B1-in üstünə D1 gələndə. B1, D1. Hə, bu da 3 verəcək. Bəli. Bəli, verir. Bir də 5, 2-ni vurdu B1-ə. 2-ni 2-yə vurub 1 çıxar, yenə 3 qalır. Ay sağ ol. 2, 4, 5. Bir də nə yazmısan bura? Mən deyirdim, özüm tapdım ona görə. Hə, heç nə. 40-a baxıram. Ay uşaqlar, burada deyir təfil qalan, təfil qalan. Heç diapazonda verilib də bu bizə. Qalan nədir? Bax, burada 20-ni verib, 30-u veribsə, bu digərlərdə bu sıranın qiymətləridir də. Bura birinci neçədir? 10. O biri 12. Diaqrama baxıram. 20, 30 buradadır, bir də 2. Bizdən görüm nə soruşur. Bizdən soruşur ki, boş xanaların hamısını cəmi soruşur. Bax, burada təhvil verilən qalan. Deməli, option neçədən sualdır? 40 ilə 10 toplayanda 50. 50 sualın 12-si qalıbsa neçəsini həyata keçirib? 38-i. 38-i. Sonra burada, deməli, 20 dənəsini təhvil verib 30 dənəsi qalıb. Burada da yer. Option şeydir. İndi bu yazdıqlarını da toplayırıq. 38, 20, üstə gəlsin, 10 üstə gəlsin, 12 üstə gəlsin 2 də. Cavabı yəqin alarsınız. Toplaya bilərsiniz. 82. Bəli. Deməli, 68, 70, 82. 82 edir. Bu neçənci sual idi? 40. 40 edir. Deyir ki, A2 üstə gəlsin C2 və bir də vurulsun C1. Uy. Bura X-dir. Bu X-dir. Bunu saxlayıram yadımda. A2 üstə gəlsin C2. A2-ni C2-ni topladı. 2X. Toplayıb özdür. Biri də bir ki, mənim 2X yazdınız. 2 üstə gəlsin X-də. Düz demədik. A2, C2. C2 neçədir bizdə? X plus 3'dür mən. 3'dür. Eyb yox, neysə. B1 vurulsun C1. B1 vurulsun C1. C1. C1 bu buradadır. Bu deyəcək 2x üstə gəlsin 6. 6. Düşürəm aşağıdakilərini tapmaq. Bunların hamısına ehtiyac yoxdur tapmağa. Bir ikisini tapdıq faizlə zaten yerinə yetirəcək. Çünki bərabərləşdirəndə daha böyük bir ədəd alınır. Ehtiyac yoxdur o qədər. A2 vurulsun 3. A2-in qiymətini axtarıram. 3x. Bilirəm ki, 3x isə faizdir, 50 faizdir. Sonra buradan, bax burada görürsünüz C2, C3-dən istifadə olunub. Ona görə bir dənə C3-də tapıram, C3-ə baxıram. C3 daha rahat alacam. B2 bölünsün A2. B2-nin qiyməti nədir? 2x üstə gəlsin 6 bölünsün A2. X çıxılsın C1. 2. Bu da bizə nə verir? 6 bölünsün x verirmi? Bəli. İndi bunları birbaşa da faizdən tapıram. 3x-də deyirəm 50 faizdirsə, mən artıq C3-ü tapmışam da, onsuz bu da 25-dir. 6 bölü x-də də 25 faizdir. Aşağıları faizlər də ixtisar getdi mi? Burada 1, burada 2 qaldı mı? 3x bərabərdir. 12 bölünsün x. Bu da bizə nə verir? 3x kvadratı bərabərdir 12. X də bərabərdir 2-yə. Düzdür?
Gətirib burada yerinə qoyuram. 3-ü vururam 2-yə. Neçə eləyəcək? 6. 6. Deməli 50%-də 6-dırsa, 25-də də 3-dür, burada da 3-dür. Obş hamısının cavabı 12 eləyəcək. Nezar et. Yığır mı, yığmır mı? Olmadı. Bu yığma işarəsidir. Yığmır. Hı. 42-yə də baxın. Yoxsa yazmısınız? Gəl buna da baxın. Da şey deyim. Hadi 1 saat oldu uşaqlar. Mən dərs keçməliyəm, test işlətməliyəm. Yenə necə oldu bu suallara bu qədər vaxt getdi? Bu x-dir. B1 ilə C1-i toplayır. B1-in qiyməti 6. 8. Bura 8 elədi. A2, B2. B2 çıxılsın B1. B2-in qiyməti neçədir? 8 çıxılsın 2, 6. X 6. A3-ün qiyməti olacaq. X üstə gəlsin nə? 6. 6. D çıxılsın B3-ün qiymətinə baxıram. D çıxılsın C2. D3-ü tapmamışıq. Bura görə keçirəm bura. C3-ə. A2-ni C2-yə vurub. A2-ni vurub C2-yə. A2, C2. 10x. Düzdür. Bəlkə elə bunu faizlə tapaq geçsin. X üstə gəlsin 6-da 10%-dir. 10x-də neçə faiz olacaq? Belə gedir də. 40%. Bunlar da yenə sıfırlar getdi buradan. 4x üstə gəlinsin 24 bərabərdir nəyə? 10x-ə. 6x də bərabərdir 24-ə. X bərabər nəyə? 4-ə. Düzdür? Bəli. Belə. Yazın aksesinin funksiyaları.